və dedi, ya Muhammed sallallahu aleyhi, bu sənin oğlun Hüseyndir. Bu sənin oğlun Hüseyndir. Zaman vardı sən onu qucağında bəsləyirdin, boynunda bəsləyirdin. O Hüseynin dodağından ötürdün, o Hüseynin boğazından ötürdün. Amma bugün sənin oğlun Hüseyin qumlar üstündədir. Oğlun Hüseynin üzərinə külək, qum səpir, torpaq səpir. Bir nəfər yoxdur bunları dəfn edən. Sanki bunlar müsəlman deyil. Bunlara baxan yoxdur. Ravi deyir ki, xanım Zeynəbin ağlamaq səsi heç zaman yadımdan çıxmadı. Amma İmam Hüseyin əleyhissalamın bir qızı vardı, Səkinə yetişdi. İmam Hüseyin əleyhissalamın cəsədini qucaqladı, para olmuş bədənini qucaqladı. O qədər baba vay dedi, ağladı. Hətta bir dəstə adam gəldilər, xanım Səkinəni İmam Hüseyin əleyhissalamın cəsədindən çətinliklə ayırdılar. Elə ki, Ömər Sədməlum əmr etdi ki, Əhl-i Beytin qəhligahdan ayırsınlar. Qəhligahdan ayırandan sonra şəhidlərdən ayrıldılar. Əmr etdi çılpaq dəvələrə əsirləri indirsinlər. İmam Zeynəl Abidin əleyhissalamın onlarına qandal vurub, zəncirlə boynundan astılar. Bunlar yola düşəndən sonra Bəni Əsəd tayfası vardı, Qaziliyyədə yaşayırdılar. Bəzi rivayət yazır ki, Fərat ətrafında yaşayan o əhali, o tayfa İbn-i Ziyadın qorxusundan köçdülər, getdilər. Elə ki, xəbər yetişdi, Ömər Səd oradan gedib, 3 gündən sonra qayıtdılar şəhidləri dəfn etməyə. Amma ən mötəbər məzhəb alimləri yazır ki, imam vəfat edəndən sonra imamı gərək imam dəfn etsin. Baxmayaraq zahirdə İmam Hüseyin əleyhissalamı Bəni Əsəd tayfası dəfn etdi, amma İmam Zeynül Abidin əleyhissalam İmam Hüseyni özü dəfn etdi, namaz qıldı. Əsar-ı Dərəcət kitabında İmam Muhammed Təqi əleyhissalamdan nəql olunmuş hədisdən yazır, belə məlum olur ki, o gün Həzrət Peyğəmbər Əli əleyhissalam, İmam Həsən əleyhissalam, İmam Zeynül Abidin əleyhissalam, Həzrət Cəbrail əleyhissalam və Ruh əleyhissalam və digər Qədr gecəsində nazil olan bütün mələklər İmam Hüseyin əleyhissalamın dəfnində iştirak etdilər. Və dəfn edəndən sonra Əhl-i Beyti Kufəyə yola saldı.